Sanki ona deyirsən, sən özəlsən və mən sənə sadə bir şey yox, sənə aid bir hədiyyə gətirmişəm. Hədiyyə vermək hər dövrdə, hər mədəniyyətdə dəyərli olub. Bu, diqqətin, sevginin, hörmətin ən gözəl ifadə tərzidir. Əslində, hər şeydən hədiyyə olar. Amma zamanla hədiyyənin də modası dəyişib. Bir düşünün, vaxtı ikən xüsusilə kişilərə verilən ən hörmətli hədiyyə nə idi? Corab və cib dəsmalı. Bəli, o vaxtlar bu hədiyyələr çox sevilirdi. Daha sonralar qonaq gedərkən şokolad qarışqaları aparırdıq, üzərində Nasbərinin və Sibelcanın şəkli olan. Kimin yadındadır? Şokoladlar yeyilirdi, qutular isə aylarla, illə evdə qalırdı. Daha sonra toxunma, qabelin, rəsm tabloları, vazalar moda düşdü və təbii ki, hər evin də yaraşığı idi. Bəs indi fərqlidir. İndi individuallıq dəbdədir. Bir hədiyyə nə qədər unikaldırsa, nə qədər şəxsi hazırlanıbsa, o qədər dəyərli, o qədər sevimlidir. Çünki işin unikallığı qarşı tərəfə verdiyin diqqəti göstərir. Sanki ona deyirsən, sən özəlsən və mən sənə sadə bir şey yox, sənə aid hədiyyə gətirmişəm. Əslində elə hədiyyənin mahiyyəti də bundadır. Sevdiyinə onun fərqliliyini hiss etdirmək.